mətbəxə. Mətbəx nə idi? Nə bir dosya, sən nə danışdın? Almaz Parkda yerləşən 235 kvadratlıq mənzil təqdim edəcəm bugün sizlərə. Qanuni 4 otaq olan bu mənzilimiz 3 otağa düzəlmişdir. Və bura bir zal hissəmizdir. Hər bir otaqların, hətta mətbəx daxil balkon hissəyə çıxışı mövcuddur. 19-cu mərtəbənin 18-ci mərtəbəsində yerləşir. Həm həyətə, həm də şəhərə panoramik mənzərəsi mövcuddur. Və keçid edək digər hissələrə. Bura mənzilim mətbəx hissəsidir. Şəxsi yaşayış üçün təmir olunub, bəli, yaşayış olub. Hal-hazırda mənzilimiz satışdadır. Əlbəttə ki, Allahın özü üçün yenidən təmir edə bilər və bura bizim yataq otaq hissəmizdir. Gördüyünüz kimi üzü Telegülləyə və şəhərə gözəl bir panoramik mənzərəsi mövcuddur və bu otağın özünə məxsus hamam otağı. Və keçid etdik digər hissəyə. Bura bizim qapı hissəmizdir və buradan ümumi hamam otağımız və tam yanında isə sonuncu, üçüncü otağımız mövcuddur və gördüyünüz kimi bütün otaqların mətbəx nə idi? Balkon hissəyə çıxışı mövcuddur və burada belə bir sürprizimiz də var. Həm şəhərin tam mərkəzindən, həm də belə bir gözəl kompleksdə yaşamaq istəyirsinizsə, mənimlə əlaqə saxlamağı unutmayın.